Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. COMEX birjasında New York Ticarət Birjasının bölməsi 2026-cı ilin fevral ayında çatdırılmayla qızıl fütureslərinin qiyməti tarixi maksimumunu yeniləyib və TRUA unsiyası üçün $4650 keçib. Oxu Azın məlumatına görə, bu ticarət platformasının məlumatlarında əksini tapır. 14 yanvarda Bakı vaxtı ilə saat 16:59-a olan məlumata görə, qızılın qiyməti TRUA unsiyası günün ikinci yarısında bir qədər də artaraq $4650.1 olub, yəni 1,11% artım. Bakı vaxtı ilə saat 17:04-də qızılın qiyməti artımını azalıb və TRUA unsiyası üçün $4641,3 düşüb, yəni 0,92% artım.